Qorxmayın, çünki mən sizinliyəm, eşidirəm və görürəm. Onun yanına gedib deyil, biz sənin Rəbbinin elçiləriyik, İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun. Bizə vəhy olundu ki, əzab haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir. Firon dedi, Rəbbiniz kimdir ey Musa? Musa dedi, Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir. Firon dedi, bəs əvvəlki nəsillərin halı necə olacaq?